Salamlar, mən psixoloq Aynur Həsənzadə. Bugün sizinlə məndən Instagramda sıxca soruşduğunuz bir sual barəsində bəhs eləyəcəyik. Fal, cadu, doğum xəritəsi, astrologiya, numerologiya, tarot, bu kimi inanclar realdırmı, onlara inanmalıyıq mı? Tez-tez bunu məndən soruşursunuz. Bugün bu sual ətrafında müzakirə eləyəcəyik. Bir çox elm insanı radikal şəkildə astrologiya, fal, cadu kimi mövzulara inanılmamalı olduğunu, hətta bu inanclara inanan insanların yetkinlikləri ilə bağlı problemi olduğunu vurğulayır və radikal şəkildə insanların buna inanmamalı olduğunu təbliğ eləyir. Spiritualizmi araşdıran bir sıra insanlar isə bunun insanlara yaxşı gəldiyini, həqiqətən də bu inancların real olduğunu və onlara arxalanmalı olduğumuzu müdafiə eləyirlər. Öncəliklə bunu qeyd etməliyəm ki, bəli, bütün bu inancların heç bir elmi sübutu və dayanağı yoxdur. Yəni biz %100 şəkildə deyə bilmərik ki, yaxud da heç bir numeroloq bunu %100 şəkildə sübut edə bilməz ki, bu gün altında doğulmuş insanlar %100 şəkildə uğurlu olurlar. Yaxud da tarotda əgər bu kart çıxırsa, bu %100 şəkildə ayrılıq mənasına gəlir şəklində hər hansı bir dəqiq fakt yoxdur, mövcud deyil. Yəni bu elmi şəkildə sübut olunmuş faktlara əsaslanmır. Bu videoda isə mən tamamilə fərqli bir aspektdən bəhs eləmək istəyirəm. Tamam, bir çox insanlar bunu artıq faktlarla irəli sürürlər ki, numerologiya, astrologiya, tarot və s. kimi inanclar elmi deyil və heç bir elmi faktlara söykənmir. Lakin buna baxmayaraq bir çox insan hələ də düşünə bilir ki, bu elmi faktlara söykənməsə də mənim üçün önəmli deyil və mən bu şeylərə inanmağı seçirəm, inanmaq istəyirəm. Mən bu videoda tam olaraq da bu qrup fərdlərdən bəhs eləyəcəm ki, niyə biz bu inanclara inanmağa ehtiyac duyuruq? Niyə onları həyatımızın bir parçası halına gətiririk? Bu bizim daxilimizdəki hansı tərəflərimizdən, hansı ehtiyaclarımızdan irəli gəlir? Bu videoda sizə bu ehtiyaclarımızı izah eləmək istəyirəm. Birinci növbədə araşdırmalar sübut eləyir ki, bu cür inanclara inanan fərdlərin qeyri-müəyyənliyə və narahatlığa dözüm səviyyəsi aşağıdır. Yəni dolayısıyla bu fərdlərin təşviş səviyyəsi isə yüksəkdir. Bu mənaya gəlir ki, bir çox fərd öz təşviş səviyyəsini azaltmaq üçün bu tip inanclara ehtiyac duyur. Yəni fərd həyatında müəyyən bir mövzu ilə bağlı qeyri-müəyyənlik yaşayır və bu qeyri-müəyyənlik də onun təşviş səviyyəsini artırır. Məsələn, bir insanla münasibətdədir və əmin ola bilmir ki, o insan ona doğrudan da dəyər verirmi, sevgi verirmi və burada bir qeyri-müəyyənlik yaşayır. Yaxud da bir işə müraciət eləməlidir. Bu işə alınıb alınmaması qeyri-müəyyəndir və bu qeyri-müəyyənlik də fərddə yüksək bir təşviş səviyyəsi yaradır. Və bu təşviş səviyyəsi ilə fərd özü sağlam şəkildə mübarizə apara bilmədiyi üçün bu səfər yönəlir həmin bu inanclara və sürətli bir şəkildə bir kart açır və kartda çıxır ki, bəli, sən bu işə qəbul olacaqsan. Fərd bu zaman qeyri-müəyyənliyini biraz olsun aradan qaldırmış olur və bu qeyri-müəyyənliyin aradan qaldırılması onun təşviş səviyyəsini avtomatik olaraq azaldır. Yaxud da o düşünür ki, mən əgər partnyorumla numerologiyaya görə ayın 21-də görüşə getsəm, həmin günün enerjiləri çox uğurlu olacaq və bu münasibətin alınma ehtimalı çox böyük olacaq. Dolayısıyla fərd burada qeyri-müəyyənliyi aradan qaldırdığı üçün narahatlığını da azaltmış olur. Yəni əslində bütün bu inanclar başlıca olaraq fərdlərin öz təşviş səviyyələri ilə başa çıxma mexanizmləridir. Hətta burada mənfi bir cavab belə almaq bir çox fərd üçün qeyri-müəyyənlikdən daha da rahatdır. Yəni yetər ki, mən bir kart açım, orada görünsün ki, məndə bu iş alınmayacaq və mən artıq onun arxasınca getməyim və yetər ki, bu təşvişim, bu narahatlığım aradan qalxsın deyə düşünürlər. Yaxud da bir falçı gəlsin və mənə desin ki, bu oğlanla səndə alınmayacaq və bu məni rahatlatsın. Artıq mən davamlı olaraq bu narahatlıqla, bu düşüncələr yaşamaq məcburiyyətində qalmayım. Yəni dolayısıyla fərdlər öz təşviş səviyyələri ilə mübarizə apara bilmədikləri üçün bu cür inanclara müraciət eləyirlər və daha da pisi odur ki, uzun müddət əgər fərdlər öz təşviş səviyyələri ilə sağlam mübarizə metodlarını mənimsəməsələr, bir nöqtədən sonra bu inanclar onların gündəlik vərdişləri, hətta aslılıqları halına belə gələ bilir. Yəni fərd hər dəfə təşviş yaşadıqda, yaxud da hər dəfə bir addım atmazdan öncə bir qeyri-müəyyənlik yaşadığı halda mütləq ki, astrologiya ilə
bağlı o günün bürc rəylərini oxumağa ehtiyac duyur. Yaxud da bir çox fərd münasibət qurmazdan öncə mütləq falçıya zəng vurub onun fikirlərini almağa çalışır. Çünki əks halda özü öz qeyri-müəyyənliyi ilə, o təşvişi ilə mübarizə aparacaq gücə sahib olmur. Növbəti olaraq bu cür inanclar bizi uğursuzluqdan, bacarmamaq qorxusundan, məsuliyyətlərdən qorumuş olur və bizi komfort zonamızda saxlayır. Misal üçün, mən düşünürəm ki, hər hansı bir xarici bir universitetə müraciət eləməliyəm. Lakin bunu etmək üçün öncə fala yaxud da astrologiyaya müraciət edirəm və görürəm ki, deyək ki, növbəti 3 ay ərzində hansısa bir planet Yupiter retrodadır və bu cür zamanlarda qətiyyən təhsillə bağlı qərarlar vermək olmaz. Bunu gördüyüm, oxuduğum zaman artıq bu məni komfort zonamda saxlayır və mən artıq burada addım atmağa ehtiyac duymuram. Çünki bilirəm ki, təhsillə bağlı məsələlər hal-hazırda retrodadır. Zaten mən addım atsam da uğursuz olacağım. Yaxud da tam əks bir tərəfdə mən həmin dönəmdə artıq addım atsam da bunu Yupiter retrosunun üzərinə ata bilirəm. Yaxud da deyə bilirəm ki, falçı onsuz da mənə demişdi ki, 1 il ərzində hələ səndə xaricə getmək görünmür. Yaxşı olar ki, hələ müraciət eləməyəsən. Yəni fərd bütün bu hallarda öz bacarıqsızlığı ilə, uğursuzluğu ilə, yaxud da özündə alınmayan nələrləsə üzləşmək əvəzinə bütün bunları astrologiyanın, bürclərin, falın üzərinə yıxa bilir. Daha da ağır bir versiya buradadır ki, bəzən fərdlər bu inancları öz hətta şəxsiyyətlərinin bir parçası halına gətirirlər. Məsələn, fərd düşünür ki, mən onsuz da Satürn retroda olan bir dönəmdə anadan olmuşam. Buna görə də mənim kimi insanların bütün həyatı çətinliklərlə dolu olur. Yaxud da mənim doğum tarixim 13 rəqəmindədir. Numerologiyaya görə 13 rəqəmində doğulan insanlar qəti surətdə başarılı ola bilmirlər öz həyatlarında. Ona görə mən istəsəm də zaten hər hansı bir uğurlu bir işi əldə edə bilmərəm, uğurlu münasibəti əldə edə bilmərəm deyə düşünür. Özlərini buna kodlaşdırır və bu kodlaşdırmalarına uyğun olaraq da hər hansı bir həyatlarında addım atmırlar. Dolayısıyla bu inanclar onları uğursuzluqla üzləşməkdən, bacarmamaq duyğusuyla üzləşməkdən, yaxud da komfort zonasından çıxmaqdan qorumuş olur. Bu fərdlər uzun illər boyunca öz həyatlarının məsuliyyətlərini inancların üzərinə ataraq rahat və komfort zonasında yaşaya bilirlər. Dolayısıyla biz burada üçüncü bir məsələni də qeyd edə bilərik ki, yetkin olmamaq. Yetkin olan fərdlər öz həyatlarının məsuliyyətlərini öz əllərinə alırlar, öz seçimlərinin, öz qərarlarının, duyğu və davranışlarının, düşüncələrinin fərqində olurlar və bu duyğu, davranışların, düşüncələrin onların həyatında necə nəticələnə biləcəyini də öncədən hesab eləyib, buna uyğun müəyyən seçimlər, qərarlar verə bilirlər. Lakin yetkin olmayan fərdlər bu cür məsuliyyətlərini, öz həyatlarının hətta bütünlükdə məsuliyyətlərini xarici faktorların üzərinə ata bilirlər. Məsələn, mən vaxtında xarici universitetə müraciət eləmədim, çünki ailəmdə heç kim mənə başa salmadı ki, sənin 25 yaşın var və sən xaricə getsən sənin üçün yaxşı olar. Yaxud da mən indi öz yoldaşımla xoşbəxt deyiləm və buna görə ailəm günahkardır. Çünki heç kəs mənə başa salmadı ki, sən onunla ailə qursan, xoşbəxt olmaya bilərsən kimi öz həyatlarında baş verən uğursuz, mənfi nəticələri davamlı olaraq başqalarının məsuliyyəti imiş kimi görməyə meyilli olurlar. Lakin dediyim kimi yetkin fərd başa düşür ki, onun seçimləri var, onun qərarları var və bütün bunların məsuliyyəti yalnız onun öz əllərindədir. Və eyni ilə də yetkin olmayan fərdlər bu məsuliyyətləri bütün bu ezoterik inancların da üzərinə yükləyə bilir. Məsələn, mən işləmirəm çünki falçı mənə deyib ki, hələ sənə 1 il ərzində iş görünmür. Bu nədir? Yəni 1 il ərzində sırf falçı mənə bu sözü deyib deyə işlə bağlı hər hansı bir məsuliyyətə əlimə almıram və davamlı olaraq da bunun üçün talihimi, bəxtimi günahlandırıram ki, görürsən mən nə bəxtsizəm, filan kəs getdi, ona necəsə oldu, 1 ayın içində iş tapdı, amma mən getdim falçıya, mənə dedilər ki, hələ sənə 1 il görünmür, orada da mənim bəxtim gətirmədi. Yaxud da tam əksinə, özü həyatının məsuliyyətini öz əllərinə almasın deyə falçılara həddindən artıq məvaciblərlə müəyyən işlər gördürə bilir bu fərdlər ki, mənim üçün bir dua yaz və mən bundan sonra işə qəbul ola bilim. Yəni bu fərd artıq CV-lər göndərmək, yaxud da öz iş bacarıqlarını artırmaq əvəzinə əksinə bu pulu falçılara verərək falçıların onun üçün müəyyən bir ritual eləməsini və nəticədə onun iş tapmasını gözləyir. Yəni iş axtarmasının məsuliyyətini öz əllərinə almır. Niyə?
çünki bunlar daha çox effort tələb eləyir və bu daha çox effortu da həyata keçirmək üçün məsuliyyətlər almaq lazımdır və yetkin olmayan bir fərd bu məsuliyyətlər qarşısında qorxur, necə davranacağını bilmir və daim yetkin olmadığı üçün bir valideyn obrazına ehtiyac duyur. Onun üçün hər şeyi yerinə yetirəcək bir valideyn obrazı. Bu falçı ola bilər, onun numeroloqu ola bilər, yaxud da elə astroloji rəylər belə bir valideyn rolunu daşıyır burada ki, bunu et, yaxud da 3 ay ərzində bunu etmə şəklində ona yön verir. Yenə də burada müəyyən seçimləri də uğursuz olduqda günahlandıracaq insan özü yox, həmin o falçılar, numeroloqlar olur. Məsələn, mən bir oğlanla tanış olmuşdum və falçı mənə dedi ki, bu oğlanla sən ailə qurma, çünki onunla sənin talih xəritəndə yollarınız kəsişmir. Buna görə də mən o oğlandan ailə qurmadım, amma indi o oğlan başqası ilə ailə qurur və çox xoşbəxt bir ailəsi var. Kaş falçıya inanmasaydım, onunla ailə qursaydım. Bu cür də düşünə bilirlər. Yenə də məsuliyyət kimindir? Mən niyə falçıya inandım da onunla ailə qurmadım deyə özünü günahlandırmır bu fərd. Falçı niyə mənə yalan dedi də mən onunla ailə qura bilmədim deyə düşünürlər. Digər bir məqam isə kontrol arzusuyla bağlıdır. Hansı ki, bu kontrol arzusu da yenə də qeyri-müəyyənlik və təşviş reaksiyamızla bağlı bir şeydir. Çünki burada fərd qeyri-müəyyən situasiyalar qarşısında və təşviş yaşadığı situasiyalar qarşısında özünü təhlükədə hiss edir. Və bir şeyləri kontrol edə bilmədiyini, öz həyatı üzərində kontrol sahibi olmadığını düşünmək də onun təşvişini biraz da artırır. Və buna görə də kontrolda saxlaya bilsə öz həyatını, təşviş səviyyəsini azaltmış olacaq və özünü daha təhlükəsiz, daha güvənli hiss etmiş olacaq. Beləliklə, fərd hər hansı bir problem yaşadıqda, ailəsində hər hansı bir problem olduqda, yaxud da biri ilə tanış olacaqsa və bununla bağlı qeyri-müəyyənlik yaşayırsa, hər hansı bir təşəbbüs etməzdən qabaq, dərhal ezoterik inanclar sayəsində özünə bir kontrol illüziyası yaradır. Niyə illüziya deyirəm? Çünki gəlin bir misal üzərindən baxaq. Deyək ki, fərd öz həyat yoldaşı ilə mübahisələr yaşayır və burada artıq onun zehninə müəyyən qorxular, şübhələr düşməyə başlayır ki, görəsən mənə xəyanət eləyirmi, mənə birdən xəyanət eləyər və mənim xəbərim olmaz kimi şübhələr yaşamağa başlayır. Və nə edir fərd? Dərhal bir tarot kartı açır, yoldaşım mənə xəyanət eləyirmi ya yox? Və kartda tutaq ki, müsbət bir cavab gəlir ki, xəyanət eləmir, hər şey qaydasındadır və fərd yenidən münasibəti kontrolu altındaymış kimi hiss etməyə başlayır. Amma bu niyə bir illüziyadır? Çünki yenə də təməldə onun yoldaşının xəyanət eləmədiyinə dair olan tək sübutu kartda çıxan bir şəkildir. Yenə də arxa planda o yoldaşı %100 şəkildə ona xəyanət eləyirmi, yaxud da eləmirmi, bundan əmin ola bilmir. Sadəcə kart ona qısa müddətli bir rahatlama və hardasa bir kontrol illüziyası, bir əminlik illüziyası vermiş olur. Yaxud da tam əksinə, orada bir yoldaşın xəyanət eləyir deyə bir kart çıxır və fərd buna uyğun artıq növbəti planlarını qurmağa başlayır ki, hə, görürsən, kartda da çıxdı, yaxud da numerologiyada da analizdə çıxdı ki, 2015-də yoldaşının xəyanət eləmək ehtimalı çox yüksəkdir. Yaxud da falçı Lətifə xala mənə dedi ki, 100% o artıq başqa kimlərləsə görüşür və buna görə də artıq fərd başlayır yeni planlar qurmağa ki, birdən bu xəyanət o zaman dəqiq %100 ortaya çıxsa, mən belə davrana bilərəm, yaxud da filan yerə gedə bilərəm, bu işə başvura bilərəm şəklində başlayır öz təşvişi ilə mübarizə aparmağa və düşünür ki, tamam, mən indi bildim ki, yoldaşım xəyanət eləyir, indi bundan sonraki həyatımı necə kontrol altına ala bilərəm. Yəni, təməldə yenə də bu bir illüziyadır, yenə də yoldaşının xəyanət elədiyinə, yoxsa eləmədiyinə əmin deyil, sadəcə həyatını kontrol altına ala bildiyinə dair yenidən bir əminlik yaşamış olur və bu da ona rahatlıq verir. Növbəti bir məsələ mükəmməliyyətçiliklə bağlıdır. Bəzi fərdlər mükəmməliyyətçidirlər və mükəmməliyyətçiliyin də daha öncəki videolardan birində mən bəhs eləmişdim ki, əslində kökü yenə də qorxularımızdır, bəyənilməmə qorxumuzdan irəli gəlir. Biz niyə bir şeylərin mükəmməl olmasını istəyirik? Çünki dolayısıyla insanlar bizim mükəmməl gördüyümüz işə görə bizi təsdiqləsinlər, bəyənsinlər. Buna ehtiyac duyuruq. Və bu səbəbdən də bəyənilməmə qorxusuna görə biz bir mükəmməliyyətçilik maskası taxırıq ki, hər şey mükəmməl olsun və fərdlər dolaylı yoldan ezoterik inanclarla özlərinə bir mükəmməllik illüziyası yarada bilirlər. Məsələn, o oxuyur ki, balıq bürcündəki insanlar ayın 15-i və 25-i tarixləri arasında işə müraciət eləsələr,
qəbul olmama şansları yoxdur. Mütləq bu tarixlərdə müraciət eləməlidirlər və işə müraciət tarixi olaraq bu tarixləri seçir. Düşünür ki, bu mənim üçün ən mükəmməl tarixdir. Yaxud da ayın 28-i bolluq ritualı günüdür və bu ritualı eləsəniz %100 şəkildə sizin gələn ay işlərinizdəki bütün proyektləriniz uğurlu olacaq və fərd bu ritualı həyata keçirir. Yenə də burada kontrol arzusu və mükəmməllik ehtiyacı da üst-üstə düşə bilər. Məsələn, fərd öncədən araşdırır ki, hansı ayda evlənənlər daha uzun ömürlü bir münasibətə sahib olurlar. Bununla həm evliliyinin uğurlu olma kontrolunu əldə eləmiş kimi hesab eləyir özünə. Həm də düşünür ki, 12 ay içərisindən 2025-ci ildə ən mükəmməl ay numerolojik olaraq, yaxud da astrolojik olaraq bu idi və mən də bu ayda ailə qurdum, artıq ən mükəmməli həyata keçirdim. Dolayısıyla da hansı təşvişini aradan qaldırır? Həm qeyri-müəyyənliyi, həm uğursuz evliliklə bağlı qorxularını, bir çox qorxusunu aradan qaldırmış olur. Lakin yenə də burada faktiki reallıqlar dəyişmiş olmur. Yenə də bu fərdin gedib iş müraciətində uğursuz olma ehtimalı varmı? Var. Evliliyinin uğursuz olma ehtimalı varmı? Var. Dolayısıyla fərd əslində reallıqlara bir təsir göstərmir. Sadəcə reallığa təsir göstərdiyinə inanması onun təşvişini azaldır. Yəni dəyişən tək şey bu ritualları etməzdən yaxud da bu məlumatları oxumazdan öncə və sonrasını ölçsək, dəyişən tək bir reallıq var. O da fərdin təşviş səviyyəsi əvvəl daha yüksək idi, indi isə təşviş səviyyəsi aşağıdır. Digər bir faktor fərdin görülmə, önəmli hiss etmə, dəyərli olma ehtiyacı ilə bağlıdır. Əgər fərdlər öz həyatlarını, özlərini gerçəkləşdirə bilmirlərsə, reallaşdıra bilmirlərsə öz hədəflərini, məqsədlərini, o zaman yenə də dəyərli hiss etmək üçün nəyəsə ehtiyac duyurlar. Bunu da həmin bu ezoterik inanclar vasitəsilə əldə edə bilirlər. Məsələn, astrologiyada oxuyur ki, şir bürcləri çox özünə inamlı, liderlik xüsusiyyətlərinə sahib, çox güclü xarakterə sahib insanlardılar. Onların xarizması çox güclüdür və s. və s. və bu cür fikirləri oxumaq, yaxud da numerologiyada ayın 20-si doğulan insanlar dahidirlər, ayın 13-ü doğulan insanlar sosial olaraq çox sevilən insanlardılar, dostluq qabiliyyətləri çox güclüdür, sadiqdirlər kimi fikirləri oxumaq onlara qısa müddətli belə olsa dəyərli hiss etdirir, önəmli hiss etdirir və bu cür fikirləri oxumaq fərdə qısa müddətli də olsa özünü dəyərli və önəmli hiss etdirmiş olur və o özünü gerçəkləşdirmə ehtiyacı qısa bir müddət belə olsa aradan qalxmış olur. Buna bənzər bir digər məqam isə aidlik hissidir. Çünki biz insanoğlu olaraq hər nə qədər individual şəkildə yaşasaq da eyni şəkildə bir sosial qruplara aidlik ehtiyacımız da olur hər birimizdə. Və bu tip insanlar əgər daha fərqli sosial qrupları yoxdursa, hər hansı sosial əlaqələri, dostluq əlaqələri güclü deyilsə, yaxud da yenə də sosial olaraq özlərini gerçəkləşdirə bilməyiblərsə, ezoterik inancları dolayısıyla hansısa bir qruplara aid hiss eləyə bilirlər. Burada həm uğurlarını, həm uğursuzluqlarını o qrupla əlaqələndirərək özlərini daha yaxşı hiss edirlər. Deyək ki, bütün ilan ilindən olan insanların hər birisi 2025-də uğursuzluq yaşayacaq. Yəni, dolayısıyla bu tək mənim problemim deyil, aid olduğum qrupla bağlıdır. Yaxud da fərd düşünür ki, mən şir bürcü qrupuna aidəm, yaxud da balıq bürcü qrupuna aidəm, ayın 21-i doğulanlar qrupasına aidəm və bu qrupa aidlik hissi fərdə tək olmadığını hiss etdirir və bir daxili rahatlama, rifah hissi verir. Bununla yanaşı eyni zamanda fərd öz problemlərini də dediyim kimi bu qrupla əlaqələndirə bilir. Məsələn, 2025-də bütün şir bürcləri zaten uğursuz olur münasibətlərində. Kimi fikirlərlə qısa müddətli özünə fərd rahatlama hissi vermiş olur. Həm aidlik hiss eləyir, həm də problem tək məndə deyil kimi bir duyğularda yaşayır və bu da ona yenə də rahatlıq hissi vermiş olur. Həmçinin bu problem tək məndə deyil düşüncəsi yenə də komfort zonası ilə əlaqəli ola bilir ki, fərd artıq burada bir problem yaşayırsa, məsələn, münasibətində hər hansı bir problem varsa, onu düzəltməyə çalışmaq, onunla məşğul olmaq əvəzinə komfort zonasında qala bilir ki, problem tək məndə deyil ki, bu aralar hansısa planet retrodadır deyə hər kəsin münasibətində problemlər var və ona görə də yenə də məsuliyyətdən qaçmış da ola bilir. Həmçinin bu ezoterik inanclar nəinki təkcə təşviş duyğusuyla, həm də ümumilikdə fərdin bütün mənfi emosiyalarıyla, hətta travmalarıyla belə başa çıxma mexanizmi ola bilər. Məsələn, fərd bir dəyərsizlik duyğusu yaşayır, bu onun hansısa bir dəyərsizlik travmasını tetikləyir və fərd bu duyğuyla mübarizə apara bilmədiyi üçün ezoterikaya başvura bilər. Misal
üçün o münasibətində partnyoru ilə bir mübahisə yaşayıbdı və dəyərsiz hiss eləyir özünü. Bəlkə də bu onun travmasının bir tetikləyicisi olub və fərd dərhal bir kart açır və kartda yazılır ki, yox, partnyorun əslində səni çox sevir, sən onun üçün çox dəyərlisən. Sadəcə bu aralar onun işi ilə bağlı problemləri var deyə gərgindir. Və bunu eşitmək fərdin anlıq dəyərsizlik duyğusunu aradan qaldırmış olur. Yaxud da fərd bir kədər duyğusu yaşayır uzun bir müddətdir hansısa bir hadisə ilə bağlı və falda ona deyirlər ki, 3 vaxta qədər sən sevinəcəksən və fərd kədər duyğusu ilə mübarizə aparmaq üçün artıq bir yol tapmış olur özünə. Buradan yola çıxaraq bir digər məqam da bu ezoterikanın bizim illüziyalarımızı bəsləməsidir. Çünki biz hər birimiz öz illüziyalarımızda ola biləcəyimiz ən yaxşı versiyanı xəyal edirik, yaxud da münasibətimizin gələ biləcəyi ən yaxşı versiyanı daim xəyal edirik. Yəni öz ideal versiyamızı, ideal həyatımızı canlandıraraq yaşama motivasiyası əldə edirik ki, fallar və ezoterikada məhz bizim bu illüziyalarımızı bəsləyən şeylərdir. Ki 3 vaxtdan sonra sən xoşbəxt olacaqsan, 1 ildən sonra bu oğlan sənə daha yaxşı davranmağa başlayacaq. 2025-də balıq bürcləri bərəkətli bir dönəmə keçəcəklər. Axı bizim də hər birimizin içində daha yaxşı versiyamız olma ehtiyacımız var və bu ehtiyacımızı gerçəkləşdirmirik ya qorxularımız səbəbilə, ya komfort zonamızdan çıxa bilməyi bacarmamağımız səbəbilə, amma bir nöqtədə də daha yaxşısının olacağını bilməyə də bir tərəfimiz ehtiyac duyur və həmin bu ezoterikada bizim o illüziyalarımızı bəsləyərək həmin tərəfimizin ehtiyacını qarşılayır və buna görə də ezoterikanı oxumağa, bunlara inanmağa daha çox meyilli oluruq. Bir də mən son olaraq bəhs eləmək istəyirəm ezoterikadan hansısa mənfi məqsədlərlə istifadə edən insanlardan. Hansı ki, bəzi fərdlər falçılara, cadugərlərə, magiya ilə məşğul insanlara çox yüksək miqdarda pullar ödəyərək onlardan hansısa mənfi niyyətli bir işlər görməsini istəyə bilirlər. Misal üçün kimsə deyə bilir ki, filankəslə filankəsə ayır, filankəsin evliliyini dağıt, yaxud da dayım oğlunun ruzi yollarını bağla, bibimin maşınına qəza duası yaz və s. kimi işlərdə görülə bilir. Bunun səbəbi nədir? Yenə də burada fərdlər hansısa bir mənfi duyğu ilə mübarizə apara bilmirlər. Onların hansısa bir mənfi duyğusu tətiklənir. Hətta böyük ehtimalla əgər fərd artıq bu qədər şiddətli bir mənfi davranışa təşəbbüs göstərirsə, böyük ehtimalla onun hansısa bir travması tətiklənir. Lakin bu tip fərdlərin o qədər fərqindəlik səviyyələri o qədər aşağı olur ki, onlar hansısa bir mənfi duyğularının tətikləndiyinin, yaxud da hansısa bir travmalarının tətikləndiyinin, hətta ümumiyyətlə elə bir travmalarının mövcud olduğunun belə fərqində belə olmurlar. Buna görə də onlarda tətiklənmə və bu tətiklənməyə qarşı davranış mexanizmi avtomatlaşır. Yəni, məsələn, mənim hansısa bir xanımdan xoşum gəldi, o xanım isə başqa biri ilə nişanlanır. Burada fərd avtomatik şiddətli bir dəyərsizlik, seçilməmə, rədd edilmə hissi yaşayır və bu travmaları arxa planda o qədər şiddətli tətiklənir ki, fərd heç bunun fərqində belə deyil və avtomatik bu duyğudan azadlaşmaq üçün bir davranış mexanizmi həyata keçirir və ağlına gələ biləcək yenə komfort zonasında olan hansısa bir davranış da bir falçıya zəng eləmək və onların ayrılması üçün pullar ödəməkdir. Bu onu həm rahatladır, həm içindəki o dəyərsizlik hissini aradan qaldırmış olur, həm buradakı qisas hissləri öz yerinə çatmış olur. Yaxud da fərd evli biri ilə münasibət yaşayır və bu münasibət artıq ona zərər vurmağa başlayır emosional olaraq. Lakin fərd burada mən niyə bu münasibəti yaşayıram, hansı səbəblərdən mən bu münasibəti seçmişəm, niyə mən bu münasibətdən çıxa bilmirəm, niyə mən davamlı əzab çəkməyi seçirəm kimi sualları özünə vermək əvəzinə daha rahat yol olan falçılarla, magiya ilə dərhal kontakta keçərək o insanın ailəsinin dağılması üçün dua yazdırmaq üstün tutur. Çünki əks halda bu insan öz emosiyaları ilə tanış olmalıdır, öz üzərində işləməlidir, bir dəyişim həyata keçirməlidir və bu həm ağrılıdır, həm fərqindəlik və efor tələb eləyir, həm də bir çox insanın eləməyi seçmədiyi çətin bir yoldur. Təbii ki, bütün bu travmalara sahib olmaları, bu emosiyalarla mübarizə aparmağı bilməmələri onlara bu zərərləri vurmaqda, başqalarına zərər vurmaqda haqq qazandırırmı? Əlbəttə ki, haqq qazandırmır. Lakin mən burada sizə bu davranışların niyə baş verdiyinin mexanizmlərini anlatmağa çalışıram və təəssüf ki, fərqindəlik səviyyəmiz nə qədər aşağı olursa, qeyri-sağlam mübarizə strategiyalarından istifadə eləmə şansımız, imkanımız da bir o qədər çox olur.
və ümumilikdə bütün bu danışdıqlarımızı ümumiləşdirsək, ezoterika, fal, tarot, numerologiya, cadu, astrologiya kimi bütün bu inanclar təməldə insanların təşviş səviyyələri ilə, mənfi duyğuları ilə mübarizə aparmaq üçün özlərinə seçdikləri bir yoldur. Həmçinin də yetkin olmayan fərdlərin öz məsuliyyətlərini təhvil verə biləcəkləri bir vasitələrdir və insanların rahatlamasını təmin eləyir. Hətta siz diqqət eləsəniz, bir çox falla bağlı, astrologiya ilə bağlı mətnlərdə yaxud da videolarda siz görəcəksiniz ki, hətta bu cümlələr belə insanların öz məsuliyyətlərindən yayınmasına, yaxud da komfort zonalarında qalmasına, yaxud da problemin özlərində olmadığını görmələrinə proqramlanmış cümlələrdir. Məsələn, evli biri ilə münasibət yaşayan bir xanım fala baxdırdığı zaman orada heç vaxt falçı bu sözü deməz ki, sən filan səbəblərdən dolayı bu münasibətdəsən və bunları dəyişdirməlisən. Əksinə, orada deyilənlər daha çox bu cür cümlələrdir ki, əslində o öz xanımını sevmir, o sənə qarşı sevgi daşıyır, lakin onun gücü çatmır bu münasibətdən çıxmağa, o uşaqlarına görə bu münasibətdə qalmağı seçir və s. kimi cümlələrdən istifadə olunur. Yaxud da sən uğursuzsan öz işlərində, ona görə yox ki, sən necə uğurlu olmağın yollarını bilmirsən və bunun üçün heç bir addım atmırsan. Ona görə ki, bu il şir bürclər üçün uğurlu olunacaq bir il deyil. Yaxud da ona görə ki, sənə cadu eləyiblər və sən ona görə uğurlu ola bilmirsən kimi fərdin məsuliyyəti başqa bir yerdə axtaracağı, komfort zonasında qalmağına daha da tövbə verəcək, onu daha çox rahatlaşdıran bir sıra inanclar ona eşitdirilmiş olur. Bütün bunlar da onun davamlı olaraq ezoterika ilə məşğul olmasına səbəbiyyət verir. Ümumiyyətlə, öz emosiyalarınızla, öz düşüncələrinizlə kontakta girdikcə, öz yetkin şəxsiyyətinizi formalaşdırdıqca, özünüzlə şüurlu şəkildə kontakta olduqca, yəni özünüzün şüurlu şəkildə fərqində olduqca, öz həyatınızın, seçimlərinizin, qərarlarınızın məsuliyyətini öz əlinizə almağı öyrəndikcə, yəni yetkinləşdikcə, bu tip inanclara da daha az ehtiyac duyduğunuzun da fərqinə varmış olacaqsınız. Bu səbəbdən də hər birinizə tövsiyəm, bu inanclarla yanaşı mütləq ki, daha sağlam və alternativ mübarizə metodlarını da mənimsəməyiniz və öz şəxsi inkişafınız üzərində də çalışmağınız olacaqdır. Mənim isə bugün sizlərlə bölüşmək istədiklərim bu qədər idi. Bəs siz ezoterikaya həyatınızda nə qədər yer verirsiniz? Onun sizin həyatınızda rolu, müsbət və mənfi təsirləri nələrdir? Bunlar barəsində rəylərə yazın, müzakirə eləyək. Bir çoxunuz belə bir düşüncəyə də sahib ola bilərsiniz ki, axı mən filan bir falçıya getdim və orada deyilənlərin hər birisi düz çıxdı, yaxud da mən tarotda bir karta baxdırmışdım və orada olanların hər birisini yaşadım, bürcümlə bağlı deyilənlər hər zaman məndə düz çıxır kimi arqumenti olanlar da aranızda mütləq ki olacaqdır. Bütün bunlar bəs necə baş verir beynimizdə? Bununla da bağlı növbəti videolarda danışmaq istəyirəm. Əgər bu mövzu da sizə maraqlıdırsa, bunu da mənə rəylərdə bildirin. Bu ezoterik mövzularla bağlı ikinci bir videonu da, davam videosunu da çəkək. Məndən isə bugünlük bu qədər. Hər birinizə son olaraq şüurlu, fərqində və rifah dolu bir həyat formalaşdıra bilməyinizi arzu eləyirəm. Özünüzə yaxşı baxın, sevgi ilə qalın.